Sən harasa getmisən istirahətə, gözümə biraz qara dəyirsən elə bil. Hə, təzə gəlmişəm istirahətdən, Tayland'a getmişdim. Sənə qismət, çox gözəldir oralar. Nə gözəl. Deməli keçən ayda istirahətə getmişdin, bu ayda. Həyat isə gözəldir də bu blogerlərə. Bəs yaxşı, bu pullar hardandır? Necə yəni hardan? Reklamları mı olur, əməkdaşlıq videoları, affiliate marketing? İndi güya sən bu blogerlikdən qazandığın pulla gəzirsən? Hə də, bəs necə? Mənim işim budur, mən vergi də ödəyirəm, vizalarımı da rahat alıram, təzəlikcə multidə aldım. Yaxşı da, sən Allah, düşük videolar çəkmək nə vaxtdan iş olub? Yəni xətrimə dəyməsin. Prosta mənə maraqlıdır ki, nə qədər qazanırsan ki, sən bu qədər gəzirsən? Mən ildə 2 dəfə webinar keçirirəm bu mövzu ilə bağlı, onlayn Zoomda 2 saat davam edir. Və orada izah edirəm ki, mən necə başlamışam bu işə, nə qədər qazanıram, ümumiyyətlə nə qədər qazanmaq olar. Belə baş sala bilmərsən 2-3 sözdən ki, nə qədər qazanırsan, necə olur? İndi mən sənə 2 saatlıq webinarımı 2 cümlədə necə baş salım ki, həm də ki, mənim webinarım ödənişlidir, növbəti bir də iyun ayında olacaq. Belə görürəm ki, çox marağım var bu işə. Yox, əşi, nəyimə lazımdır? Mən müəllimə adamam, ciddi işim var, yəni xətrimə dəyməsin. Onsuz bu webinar təkcə influencer ya da ki, bloger olmaq istəyən insanlar üçün deyil ki, yəni əgər sən Instagram işlədirsənsə, müəlliməsənsə, dırnaq ustasısınsa, həkimsənsə, qoşula bilərsən. Əşi, sən Allah. Hə, bir də yeri gəlmişkən, mən bu ayda xaricə gedirəm. Özdə 2 həftəlik Avropaya. Hə? Nə vaxt idi sənin webinarın?